Salam, xoş gördük. Əvvəlki videomda sizə ABB-də avto ödənişin nə olduğunu və necə təyin edildiyini göstərmişdim. Avto ödənişin bir çox üstünlükləri var. Vaxtınıza qənaət edir, hər ay unudulan ödənişləri avtomatik həyata keçirir. Məsələn, mobil tariflər, qaz, su və digər kommunal xidmətlər. Ən əsası isə avto ödənişlərdən 3-5% cashback qazanmaq da mümkündür. Avto ödənişi necə yaratmaq barədə ətraflı videonu açıqlama bölməsində yerləşdirəcəm. Amma indi bir izləyicimizin verdiyi sual əsasında avto ödənişi necə ləğv etməyi addım-addım izah edəcəm. İlk olaraq ABB mobil tətbiqinə daxil oluruq. Aşağıdakı menüdən şablonlar bölməsini sola sürüşdürərək və ya hamısı düyməsini seçərək yaratdığımız avto ödənişləri görə bilərik. Mən hamısı bölməsinə klik edirəm və bir qədər aşağıda artıq yaratdığım avto ödənişi görürəm. Həmən yaradılan avto ödənişin üzərinə klik edirəm. Açılan pəncərənin sağ tərəfində zibil qabı işarəsi var. Ora toxunuruq. Ekranda silmək istədiyinizə əminsinizmi? Sualı çıxacaq. Sadəcə təsdiq et düyməsinə basırıq və avto ödəniş silinir. Gördüyünüz kimi prosesi tamamlamaq çox sadədir. Ümid edirəm ki, bu izah izləyicilər üçün faydalı oldu. Videonu bəyəndinizsə, like düyməsini basmağı, dostlarınızla paylaşmağı və kanala abunə olmağı unutmayın. Növbəti videolarda görüşənədək sağ olun.